Baş hakim Elvin Bayramovun start ilə qarşılaşma başlayır. Hər iki komandaya uğurlar arzu edirik. Qeyd edim ki, bu maçı sizin üçün Qismət Bəyşov şərh edəcək. Top zirələdim. Cibrila. İsa Cibrila. İsa Cibriladan ötürmə başla zərbə. Top qapıdan bir xeyli aralı keçir. Balua ötürməsini edir. Zərbə gəlmədi. Ələ bağlı. İzləyək epizodun təkrarını. Özü baxacaq Vara. Var monitorunda. Bu epizodla bağlı şübhələr var. Hər iki tərəf həyəcanlıdır. Səbirsizliklə hakimin qərarını gözləyirlər. Bir neçə rakursdan epizodun təkrarını izlədik. Qərar penalti. Zirənin qapısına penalti təyin edilir. Ləndirildi. Sangare, Thiago Silva. Thiago Silva Zirəni qoldan xilas edir. Sangare'nin zərbəsini dəf etməyi bacardı. Mikels ötürmə edir və burada kritik müdaxilə gəldi əslində şüarları səsləndirdilər. Bir qədər əvvəlki epizodun təkrar rejissorumuz tərəfindən göstərilir. İbrahim Konate qərarını etsə bir qədər sonra açıqlanacaq. Fərqli rakursdan İzləyirik. Neçə rakursdan izləyirik epizodun təkrarını. Yenə özü baxır. Elvin Bayramov. Qərar penalti. Bu dəfə Qəbələnin qapısına penalti təyin edilir. Fil səsləndirilir. Renato, Ruan Renato, Ruan və gol! Zirə hesabçı. Ruan Renato. Golun müəllifidir. O bu mövsüm 3-cü golunu vurdu. Ümumilikdə isə 12 dəfə fərqlənib Ruan Renato. Topu sağ aşağı küncə göndərir. Zirə futbolçusunda qalar. Junior Martinsin uzaqdan zərbəsi. Top qapıdan aralı keçdi. Və zərbə top meydandan çıxdı. Bir neçə rakursdan izləyirik epizodun təkrarını. Prince Ovoso. Ovoso ötürmə Balua. Zərbə. Və hakim penalti nöqtəsini göstərir. Qarşılaşmanın baş hakimi 11 metrlik nöqtəni göstərir. Təkrara bu epizoda görə Zirənin qapısına penalti təyin edilir. Hakim bildirir ki, 50 oyun var.
Hara baxacaq? VAR hakimi Nicat İsmailova ilə söhbət edir Elvin Bayramov. Qərar verildi. Penalti yoxdur. Moyski ötürməsini edir Konate'yə. Konate sürətlidir. Konate ötürmə etdi Konate. Ceyhun Nuriyev. Bagamoyski. Bagamoyski. Igor Bagamoyski. Top qapıdan Asfəqəralı keçir. Baxaq təkara. Hər şey yaxşı etdi Igor Bagamoyski ama onun zərbəsindən sonra top az fərqlə qapıdan aralı keçdi. Bir neçə rakursdan epizodun təkrarını izləyirik. Qarşılaşmanın baş hakimi maçın final fitini səsləndirir. Zirə doğma azarkeşlər önündə Qəbələli minimal hesabla məğlub etməyi bacarır.